Bölmə 1, dinləmə 1. Leyla Məmmədbəyova Azərbaycan tarixində ilk qadın təyyarəçi kimi tanınmışdır. 1909-cu ildə Bakıda anadan olan Leyla xanım uşaqlıqdan təyyarələrə böyük maraq göstərmişdir. O, ilk uçuşunu 1931-ci ildə həyata keçirmişdir. Leyla xanım yalnız pilot yox, həm də paraşütçü idi. Hətta o, paraşütlə tullanmaq üzrə qalib də olmuşdur. 1934-cü ildə Cənubi Qafqaz Respublikaları arasında keçirilən yarışda birinciliyi qazanmışdır. Leyla xanımın həyatına dair Mikayıl Müşfiqin Əfşan və Şölə kimi əsərləri yazılmış, həmçinin Səməd Vurğunun Leyla adlı şeiri ona həsr olunmuşdur. 1934-cü ildə onun haqqında İsmət adlı bədii film də çəkilmişdir. 1995-ci ildə isə Leyla Məmmədbəyovaya həsr olunmuş Leyla adlı sənədli film yayımlanmışdır. Leyla Məmmədbəyova Azərbaycanın şanlı tarixinə ilk qadın pilot kimi həkk olunmuşdur. Onun cəsarəti və əzmi qadınların istədikləri sahədə uğur qazana biləcəyini təsdiq edir.